Əziz həmkarlar, hər vaxtınız xeyir olsun. Bu dərs sinif rəhbərliyi olan müəllimlər üçün təlimat olaraq çəkilir. Bəlkə bir çoxunun xəbəri var, bəlkə bir çoxu belə deyək də məlumatlı deyil. Elektron jurnalda sinif rəhbərinin ümumi yarımillik və illik hesabatını asanlaşdıran bölmələr var. Jurnallar bölməsinə daxil olursunuz. Müvafiq olaraq siz burada öz sinifinizin bütün jurnalını görürsünüz. Fərqi yoxdur, istənilən bir fənni açacağız. Və burada export düyməsi var. Daxil olursunuz, XLSX kimi seçirsiniz. Yəni Excel faylı olaraq burada hazırlanma prosesi gedir. Ardınca gördüyünüz kimi yüklə düyməsi aktiv oldu. Sənədi buradan yüklə düyməsini sıxaraq vurub yükləyirik. Və Excel fayl olaraq bura yüklənir. Sənədimizi açırıq. İlk öncə yuxarıda görürsünüz belə bir sarı bölmə aktiv oldu. Enable Editing, yəni düzəliş etməyə icazə ver düyməsini sıxırıq ki, iş zamanı bizə rahat olsun. İndi gördüyünüz kimi burada fənnin adı, yarım il ərzində olan summativlərin sayı, BSQ varsa BSQ-nin qiymətləri və birinci yarım ilin qiymətləri avtomatik şəkildə əks olunur və buradan eyni zamanda birinci yarım ilin siz bal və qiymət olaraq görə bilərsiniz. Aşağıya doğru sürüşdürsə siyahını bütün fənləri sırayla, məsəl üçün biologiya, coğrafiya və digər fənlərin ardıcıllığını görə bilərsiniz. Buradan sağa doğru geçsək isə siz il ərzində, yəni indi hal-hazırda əgər yarım ilin hesabatını edirsinizsə, uşaqların birinci yarım il üzrə qaiblərinin sayını, deməli qaib, üzürlü, üzürsüz hamısına bax bu ardıcıllıqla baxa bilərsiniz. Və eyni zamanda burada həftəlik dərs saatlarının miqdarı, illik dərs saatlarının miqdarını da aktiv şəkildə görmək mümkündür. Cədvəl daha rahat olsun deyənə biz gəlin birinci sətri qeydə alaq və burada bu düyməni wrap text düyməsini sıxırıq ki, biz bu sütunları yığdığımız təqdirdə sütunlarda yazılar sətirdən sətrə düşsün və bizə ardıcıllıq mane olmasın. Biraz da sıxaq. Və budur. Gəlin baxaq. Yenə deyirəm, birinci yarım ilin hələ ki hesabatını edirik. İkinci yarım ilin KSQ və BSQS və ümumi göstəriciləri bizə hal-hazırda və illik lazım deyil. Mən onları buradan silirəm. Və belə, birinci yarım il üzrə qaiblərin sayı, eyni zamanda deməli, üzürlü qaib, üzürsüz qaib. Biz bunları buradan bax belə görüb, ümumilikdə hesablamağı icra edə bilərik. Fən-fən bütün fənlərin qaiblərinin sayını biz buradan görə bilərik. Belə, bu qədər.